Nəsindən var o? Və gəldi mən apardım, hadisəyə mən çatdırdım. Elə yolda canımı taşıdım. Tovuzun Əyyublu kəndində qətl hadisəsi baş verib. 32 yaşlı Səbuhi Hacızadənin həyat yoldaşı 29 yaşlı Mətanət Hacızadəni bıçaqlayaraq öldürdüyü bildirilir. Bunlar küsülüydülər, bir-birlərinə danışmırlar. Bu da başqa yerdə idi. Mən elə evdəydim, evdə gördüm ki, xəbər çıxartdı ki, belədir. Mən bu dağdan gedən dördüm, vurub qaçıb. 3 ay evimdə idi də mənim, getmirdi oraya. 3 ay evimdə idi. Onu da kimsə beyninə doldurub, bu da dedi ki, sən güya pis yollardasan, nə bilim, nə varsa. Orada gəlirlər üyə, üyələndə kişi otağa keçib, qızı deyir ki, mən var köyə yaxşıdır. Da gəlib girib işte otağa. Bir də çağırdılar ki, vəziyyət belə olub, mən də gəldim, çatdım. Qeyd edək ki, qətl hadisəsindən sonra Səbuhi Hacızadənin videosu yayılıb. O, cinayəti qısqanclıq zəminində törətdiyini bildirir. Montenegroda işləyən Səbuhi Hacızadə oktyabrın 15-də Azərbaycana qayıdıbmış. Cütlüyün 3 oğlu var. Hadisədən bir müddət sonra isə Səbuhi Hacızadənin kənd ərazisindən meyidi tapılıb. Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma başlanılıb.